Salamlar. Bu Show Day podkastının yeni bölümünə xoş gəlmisiniz. Mən Səma Ağayeva. Mən Rana Yüzbaşova. Mən Mehri Əzizova. Və qarşınızda qonağımız İsmail Məmmədov. İsmail bəy, bu Show Day-lə xoş gəlmisiniz. Xoş gördük. Əvvəla dəvət üçün başda Fəqan bəy olmaqla hər birinizə çox təşəkkür edirəm. Mənim ilk podkastım olacaq. Çox həyecanlıyam. Ümid edirəm yaxşı keçəcək. Gəldiyiniz üçün biz təşəkkür edirik. Çox sağ olun. İstərdim ki, biz düzdür sizi biraz stalklamışıq sosial mediada. İstərdim siz də özünüz haqqında bizə, izləyicilərimizə qısa bir məlumat keçərdiniz. Tamam. Mən İsmail, musiqiçiyəm. Azərbaycan Milli Konservatoriyasında milli vokal üzrə təhsil alıram və öz hisslərimi musiqi ilə insanlara çatdırmağa çalışıram. Hal-hazırda da öz musiqimi, öz hekayəmi yaratmağa çalışıram. Mən baxdım, sizdə tamaşa təcrübəsi də var. Bəli. O necə düşünürsüz davam etdirməyə, yoxsa həvəs olar? Təbii ki, davam etdirmək istəyirəm. Çünki incəsənət sektoru elə bir sektordur ki, burada incəsənətin hər bir növünə müraciət eləmək lazımdır və inanıram ki, bəli, çox. Və sizin o səs bir keçmişiniz var, o Səs Azərbaycan. O haqqında qısa məlumat. Necə keçdi, təəssüratlarınız nədir, necə olub, maraqlıdır. Səs Azərbaycana qatılmaq çox təsadüf idi. Mənim dostum var idi, o mənə göndərdi linki ki, bəs belə bir layihə var, bəs istəyirəm sən də qatılasan, şansını yoxlayasan. Düzü çox da ümidli deyildim. Sadəcə dedim, keçim qeydiyyatdan nə olar olmaz. Elə oldu ki, birinci mərhələni keçdim. Artıq dəvət elədilər seçim mərhələsinə. Seçim mərhələsinə getdim, ifa etdim. Üzərindən bir həftə keçdi. Yazdılar ki, bəs siz Səs Azərbaycan layihəsinə seçilmisiniz və bu da çox böyük bir iştirakçı içərisindən oldu. Və başladım proqram seçməyə. Çox qısa müddətdə proqram seçdim. Düzdür, hal-hazırda Səs Azərbaycanda ifa etdiyim mahnıdan tamam fərqli bir repertuar seçmişdim. Amma da çox qəşəng idi. Mən baxmışam. Həmin repertuarı. Dəqiqən. Qəşəng idi. Nisbətən yaxşı idi, eynən. Və getdim, seçimlər oldu. Çox yaxşı keçdi və onlar mənə tövsiyə gördülər ki, Evlər və Xanı-xananı ifa eləyim. Və ümid eləyirəm ki, maraqlı oldu. Maraqlı idi, mən baxdım. Yəni, bəyənmişdim. səsiniz də gözəldir. Təşəkkür edirəm. İnşallah ki, daha da irəlidə görək sizi İnşallah. gələcəkdə. O zaman hazırsınızsa başlayaq suallarımıza. Başlayaq. Deməli, maraqlı suallarımızdan sonra da maraqlı oyunlarımız olacaq. İnşallah ki, əylənərik bir yerdə hamımız. Deməli, ilk sualı mən başlayacağam icazənizlə. Musiqi sizin üçün nə ifadə edir? Musiqi mənim üçün çox böyük bir anlayışdır. Çünki məndə uşaqlıqdan kəkələmə problemi olub. Bunu bəlkə çoxunuz bilmirsiniz. Mən uşaqlıqda özümü ifadə eləyə bilməyən bir uşaq olmuşam və təxmini 8-9 yaşlarımdan musiqiyə başlamışam və musiqi mənim özümü ifadə elədiyim bir sənət kimi onu qəbul eləmişəm və musiqi həqiqətən mənim üçün çox böyük bir məna kəsb eləyir, belə deyim. Həyatınızın bir parçası. Bəli. İndi mənim sizə sualım var. Tamam. Özünüzü 3 kəlmə ilə tanıtmalı olsaydınız, o 3 kəlmə hansıları olardı? Maraqlı sualdır. Özümü 3 kəlmə ilə tanıtsam, səmimi, axtarışda olan, bir də musiqiçi olardı yəqin. Gözəl. Musiqi hər yerdə var. Bəli. Çox bəyənirəm. Bir gün səsinizi itirsəz, özünü necə hiss edərsiniz? Bir gün səsimi itirsəm, özümü ifadə eləmək üçün başqa bir yol taparam yəqin ki. Yəqin ki, bəstəkar olaram. Məni bəstələrimdən tanıyar izləyicilər. Belə. Əgər bir musiqi aləti olsaydınız, hansı olardınız və niyə? Bir musiqi aləti olsaydım, yəqin ki, piano olardım. Nə gözəl. Həm dərin hissləri özündə birləşdirərdim, həm də çox mülayim. Çox gözəl seçimdir. Qəşəng seçim. Sizin üçün mükəmməl ifa, səsmi, hissmi, yoxsa texnikimi ölçülər? Mənim fikrimcə mükəmməl ifa üçün bu 3 elementin üçü də lazımdır. Çünki tək hiss olanda dağınıq olur, tək texnika olanda hiss olmayanda maraqsız olur. Səs, hiss, texnika bu üçü də olanda ifa çox mükəmməl olunur.
Ən sevdiyiniz müğənni? Gəlin bunu belə açaq. Belə deyim, Azərbaycanda, qlobalda və bizim qardaş ölkəmiz Türkiyədə qulaq asdığımız Qəşəng. belə bölüm. Bizim ifaçılardan məsələn bizim kafedranın rəhbəri Azər Zeynalovun ifalarını çox sevirəm. Sevə-sevə də qulaq asıram. Sonra bizim kalifey sənətkarlardan Rəşid Behbudov, Şövkət Ələkbərov bunları dinləyirəm. Müasir ifaçılarımızdan da ki Aygün Kazımova təbii ki diva. Diva, təbii ki. Öz sözünü deyirsən. İndi Türkiyədən Türk ifaçılardan çoxuna qulaq asıram demək olar ki. sizin üçün oranın divası kimdir? Məsələn. Oranın divası məncə Hadisədir. Sonra Tarkana qulaq asıram. Edisi çox sevirəm. Sonra mənim uşaqlıqdan sevdiyim bir dənə də sənətçi var ki, Mustafa Cəzəli. Həqiqətən çox sevirəm. Musiqiləri, ifası, o türlü hiss həqiqətən məndə çox bambaşqa hisslər yaradır. Məs qlobal qulaq asır. Qlobaldan Adele, Billie Eilish. Bildim onu deyəcəksiniz hansısı. Hələ ki Çünki bu həm də tərzi də uyur Eynən. səsi və bildim onu qulaq asırsan. çox sevirəm. İsmail bəy, bizə çox maraqlıdır. Səhnəyə çıxmamışdan əvvəl özdə dediyiniz bir cümlə varmı? Səhnəyə çıxmamışdan əvvəl özümə çox şey deyirəm. Məsələn, özümə deyirəm ki, səhnəyə çıxdın, bu sənindir, səhnəni dağıtmalısan. Yəni belə hazır ol, yəni hər zaman hazır ol. Gözəl motivasiya olsun. Sizcə musiqi səhnəsində ölkəmizdə gənclər arxa planda qalır? Bu suala tam cavab vermək olmur, çünki bəzi gənclər qalır, bəziləri qalmır. Təbii bunun da müxtəlif səbəbləri var. Amma məsələn mən bir gənc olaraq ölkədə tanınmaq üçün çox da bir şərait görmürəm. Sadəcə sosial platformadan hər bir gənc öz istedadını insanlara çatdıra bilər. Məsələn, Türkiyədə, xarici ölkələrdə yeteneksizsiniz, nə bilim, O Ses Türkiyə hər sezon olur, amma bizim ölkədə bu layihələr çox az baş verir ki, düzdür, 17 yaşa kimi gənclərin tanınması üçün müxtəlif müsabiqələr və s. keçirilir, amma biz gənclər üçün o qədər yoxdur, yox. Təəssüf ki. Təəssüf ki, bəli. Dediyimiz kimi Səs Azərbaycana qatılmısınız. Bəs yenidən qatılmaq şansınız olsaydı, bu səfər hansı mahnı ilə qatılmaq istəyərdiniz? Maraqlı sualdır. Bu dəfə qatılmağa çalışsam, doğma nəğmələrə qatılsam, yəqin ki tapar məni oxuyaram, onu çox qəşəng oxuyaram. Əgər digər mən qatıldığım Səs Azərbaycana qatılsam yenidən, bu 2-3 gündür düşündüyüm bir mahnı var, bəlkə gülməli çıxar. Despacito çox sevirəm remixini, bəlkə onu ifa eləyərəm. Həm fərqli olar, həm də ki məncə maraqlı olar. Bəs qatılmaq istəyirsiniz indi? Bəli, qatılmaq istəyirəm. Buradan da deyirik ki, Duyulur. Çünki o səhnə tamam bambaşqadır. Yəni oranın aurası, yəni həqiqətən çox mükəmməldir. Maraqlıdır, orada 4 dənə müsib var. Onlardan hamısı dönsə sənin üçün bu dəfə qatılmısan və hər biri dönüb, kimi seçərsən? Mənə dönsələr, mənim ifa tərzimə daha yaxın olan, yəqin ki Röya Ayxanı seçərdim. Çünki onun repertuarı mənim repertuarıma çox yaxındır. Yəqin ki onu seçərdim. Sizə bu yolda ən çox dəstək olan insana burada nə demək istəyirsiniz? Mənə ən çox dəstək olan insana buradan onu demək istəyirəm ki, çox sağ ol ki, mənə inanırsan, hər uğuruma sevinirsən və bacaracağam. Nə gözəl. Təbii ki. İnşallah. Sizcə toy mahnıları oxuyanla show biznes əlaqəsi var? Bəli, toyun özü çox böyük bir show biznesdir, çox böyük bir məktəbdir. Məncə var bəli. Bu Səs Azərbaycan layihəsində seçdiyiniz mahnı özünüz seçmişsiniz, yoxsa layihə tərəfindən tövsiyə olunmuşdu? Birlikdə qərar idi. Düzdür, mən istəməzdim o mahnını ifa edim, çünki mahnının ruhu ilə, mahnının arxa planında gedən musiqi mahnı ilə çox əlaqəsiz idi, rock stilində idi və səhnədə də bilinir ki, hətta orada mən özümü tam ifadə eləyə bilmirəm. Hətta münsiflərdən biri Murad Arif özü də bildirir ki, bəs bu musiqi sizə imkan vermədi, öz səs imkanlarınızı göstərməyə. Elə onu vuracaqdım ki, orada sizə belə bir rəy bildirilir ki, yəni düzgün mahnı seçimi etməlisiniz.
Bəs onlar bilirlər ki, mahnı siz seçməmisiniz, layihə seçkimizin. Təbii bir dəstək olunur da layihə seçiləndə. Bəli, bəli. Bu təbii ki, birgə qərar idi və mənim ilk təcrübəm olduğu üçün mən etiraz eləyə bilmədim. Yəni hər şeyə çox pozitiv yanaşırdım ki, tək ki o səhnədə görünüm. Amma təbii ki, ikinci dəfə iştirak etsəm ki, edəcəm inşallah seçilsəm. Səhnəyə çox yaraşırsınız. Məncə Çox təşəkkür edirəm. Təbii ki, daha diqqətli bir repertuar seçəcəm. Sosial mediada nə zaman musiqi kontenti yaratmağa başlamısınız? Sosial mediada kontent yaratmağa 2023-cü ildən başladım. Təbii o zaman mən universitetə təzə daxil olmuşdum. Hər bir ailədə olduğu kimi bizim ailədə də klassik bir şey var idi ki, universitetə daxil olsan sənə telefon alır. Mən də çox səbirsizliklə həvəsləndim, motivasiya. Səbirsizliklə gözləyirdim ki, mənə telefon alınsın və öz səsimi insanlara çatdırım. Çünki həqiqətən mənim başqa bir yolum yox idi ki, özümü insanlara tanıdım. Telefonum oldu və dayanmadan videolar çəkməyə başladım, musiqilər oxudum, elədim və çox sağ olsun ki, insanlar da mənə çox dəstək oldular. Çox qısa müddətdə çox böyük auditoriyaya çatdım və bu mənim motivasiya aldığım ən böyük səbəblərdən biridir. Gözəl. Uğurlarınız bol olsun. Çox təşəkkür edirəm. İnşallah. Bəs sizcə bayağı ifaçılar sənətkar adlandırmaq olar? Hər bir ifaçı sənətkar deyil. Hətta mən özüm belə tam sənətkar deyiləm. Bayağı ifaçıları sənətkar adlandırmaq olmaz məncə. Çünki sənətkar məsələn Azərbaycan musiqiçisindən gedirsə, məsələn Azərbaycan musiqiçisi sənətkar olaraq adlandırırıqsa, həmin sənətkar öz sənətinin incəliklərini peşəkar şəkildə bilməlidir, amma bizim bayağı ifaçılar onu peşəkar şəkildə bilmir. Ona görə adlandırma olmaz. Bəli. Çoxdur. Çoxdur həqiqətən. Çünki qlobal problemimiz bu bayağı Hamı mikrofon alır və oxuyur. bayağı ifaçılardır. Oxuyan da oxuya bilir, oxumayan da oxuyur. Bir sənətdə olsunlar və göz önündə olmaq üçün. Düz onların əslində artmalarında səbəb televiziyalardır. Çünki onlar heç vaxt sosial mediadan tanına bilməzlər. Sadəcə televizorlara çıxırlar, orada fonoqramlar ifa eləyirlər. Təbii ki, televiziyalarda müəyyən qadağalar tətbiq olunsa, müəyyən repertuarlar çərçivəsində çıxış təmin edilsə, bu hallar yaşanmaz, amma çox təəssüf. Yəni hər kəs efirə çıxmamalıdır. Mənə elə gəlir ki, ifadan getmir. Ümumiyyətlə belə hər sahədə hər kəs, yəni hər keçəni efirə çıxartmaq düzgün deyil. Çünki hamımız otururuq ekran qarşısında və hamı televizora niyə baxırıq maariflənmək üçün, söyləmək üçün, amma orada yəni heç kəsin maariflənəcəyi bir şeylər yoxdur. Məncə bizim televiziyamız bu barədə özünü inkişaf elətdirməlidir. reyting uğruna reyting uğruna eləməməlidir və sponsor xətrinə də olmamalıdır. Bu çox qlobal problemdir bizim bu dəqiqə televiziyamızda. Düz bilirsiniz, bayağı ifaçılara görə də insanlar bizim musiqiləri dinləmək istəmirlər. Məsələn, bizdə Milli Konservatoriyada təhsil alan çox istedadlı gənclər var. Onların istedadları kölgədə qalır. Yəni məncə biraz daha çox gənclərə üstünlük versələr daha yaxşı olar. Çünki digər dediyimiz bayağı ifaçılar onsuz da oxumağa bir yer tapıb çıxacaqlar. Amma əsl sənətkarlar həmişə kölgədə qalacaq. Çox istərdim ki, bayağı oxuyan müğənnilər arxa planda qalsalar, gənclərimiz ön planda qalsalar çox gözəl olar. Sərsə çıxış eləyirsiniz ümumiyyətlə? Necə? Hardasa çıxış eləyirsiniz, yoxsa? Sadəcə dövlət tədbirlərində hələ ki çıxış eləyirəm. Görmüşdüm sosial şəbəkənizdə deyəsən hansısa yerdə çıxışı görmüşdüm. Bəli, Azərbaycan könüllülərinin həftəsində çıxış etmişdim. Bu mənim üçün çox böyük bir təcrübə idi. Çünki Jolly Joker səhnəsində olmaq mənim arzularımdan biri idi. Çox sağ olsun Azərbaycan Könüllü Təşkilatlar İttifaqının sədri Vüqar Əliyev. Minnətdarlığımı bildirirəm ki, mənə bu şansı tanıdı. Bu arada mənim 3 ildən artıq könüllü fəaliyyətim var və mənim həyatımın dönüş nöqtələrindən biri könüllülüyə başlamaqla oldu ki, çox insan tanıdım, sosiallaşdım, həm kəkələmə problemimi aradan qaldırdım nisbətən, həm çox insanla ünsiyyət qurdum, çox insan tanıdım, insanların zövqlərinə bələd oldum və bunların hamısı toplandı. Son olaraq sosial mediada tam hazır şəkildə başladım.
Bu da uğurlu oldu. Bəs hardasa canlı ifa kimi, yəni məsələn, hər hansı bir yerdə indi çox da restoranlar olur, amma Düzdür. canlı ifa, amma səviyyəli də belə dediyimiz bayağılıqdan kənar, gedib oturub sakit qulaq asa biləcəyimiz bir yerdə çıxış eləmək fikriniz varmı, istəyirsinizmi? Gələcəyinə ola bilər əlbəttə ki, hal-hazırda belə bir şey düşünmürəm, amma belə ailəm ilə hər hansısa bir restorana və s. gedəndə xahiş eləyirlər, çıxış eləyirəm, maraqlı alınır. Yəqin mən onları görmüşəm, çünki Bəli, görmüşəm bəli. hardasa çıxış elədiyin çıxış kimi görmüşdüm. Bəli, elə ən son Fikirləşdim eləyirsiniz. bəli Tapar mənni oxumuşdum, o da ailəvi bir məkan idi. Orada çıxış etmişdim. İsmail bəy, o zaman bəlkə bizim üçün də və izləyicilərimiz üçün də belə qısa bir zümzümə eləyərsiniz sevdiyiniz mahnılardan birini. Əlbəttə ki, məni ən çox tanımağıma səbəb olan Fəridən mahnısını ifa eləyə bilərəm. Ay gözəl haralısan, qaşları qaralısan. Ay gözəl haralısan, qaşları qaralısan. Gözlərindən tanıram Bakının maralısan. Gözlərindən tanıram Bakının maralısan. Fəridəm ay Fəridəm, gözəl qızsan Fəridəm. Fəridəm ay Fəridəm, gözəl qızsan Fəridəm. Bir baxmısan, bir də bax mənim gözəl Fəridəm. Bir baxmısan, bir də bax mənim gözəl Fəridəm. Möhtəşəm. Təşəkkür edirəm. Anladım. Çox gözəl ifa etdiniz. Təşəkkür. Suallarımız bitdi. İndi isə oyuna keçirik. Tamam. Mən sizə suallar verəcəm. Aha. Əllərinizdəki kartlarla mənə cavab verəcəksiniz. Eləmişəm və ya eləməmişəm. Oyuna keçməzdən əvvəl kanalımıza abunə olub videolarımızı bəyənməyi unutmayın. Like edin. Heç gizlicə kimisə telefonunu yoxlamısınız? Eləməmişəm. Sələm eləyəmələm burada. Eləməmişəm. Dostlarınıza yalan... Səbirəm var idi. Ha, okey. Danışmaq istəyirsəniz danışın. Tamam. Tamam. Dostlarınıza heç yalan danışıb, sonra peşman olmusunuz? Hə. Eləmişəm. Yox, peşman olmamışam. Eləməmişəm. Mən peşman olub sonra düzünü demişəm. Yox, eləməmişəm. Eləmişəm, Yalan peşman danışmamışam. Yalan deyil də, həmin an hər hansı bir situasiya baş verib, onu deməmişəm. Sonra onun peşmançılığını çəkib, sonra onu demişəm ki, yəni bu belə idi də, yəni belə bir şey olub. Eksiniz görsün deyə təkcə onu açıb storyaya qoymusunuz. No. Eləməmişəm. Məncə gərəksiz bir şeydir. Mənim düşüncəmdə. Olur Baxın da bə. adam deyə bilmək Əsəbləşir. storydən görsün. Amma Yəni, mənim düşüncəmdə. 16 yaş sendromu. İnşallah ki, gələcəkdə eləmərəm. İnşallah. Mənəm demərəm. İnşallah eləmərəm. mən eləməmişəm. Eksin eks eləmisiniz. Yox. Okay. Eksdən eks olmaz. Olmaz. Olmuyor. Olmasın. Bu da qəşəngdən söz edir ki, oxuduğun bir dənə kitab ikinci dəfə oxuyacaqsan, o yeni eyni bitir. Eynən. Eləməmək lazım. Çox gözəl. Düzdür. Sual. Çox gözəl. Sual. Mesajı oxuyub bilərəkdən cavab verməmisiz? Bu aralar çox eləyirəm. Eləməmişəm. Yaralı yaş. Baxır da kimə indi də. Yəni Yox, o hörmətsizlik edə bilmərəm. Ya hörmətsiz oxumaram. deyil. Onu Yox, yox. bırak. Mənə o Oxumaram. da var bu arada. Cavab istəməsəm, məsəl üçün deyirsiniz ki, unuduram və ya məsəl üçün istəmirəm də cavab yazmaq. Baxmısan. Baxıb ekrandan baxaram və silərəm. Məndə məsələn çox olur ki, məsələn kimsə yazır bilinməyən nömrədən salam. Sizə bir sual verə bilərəm. Onu yazmısan. Yəni sual verənə kimi elə konkret sual ver. Məntiqlidir. Mən də çox vaxt unuduram, oxuyuram. Yəni məsələn mesajı oxumuşam da ya da ki sən dediyin variantı üstdən görmüşəm, amma geri dönüş eləməmişəm. Sonra bir də oxunmamış mesajlara baxıram, uydu mən falan ki cavab yazmışam. Məndə də çox olur. Axı cavab yazmalıydım, bəndən söz soruşmuşdu. Belə bir şeylər olur. Elə anlarına yaxşı zəngdir. Yəni Yəni vacib bir şeydir sizə. Zəhləmiz getdiyi insanın məcburiyyətli qalmısınız üzünə gülməyi. Eləmisiniz. Bəzi qohumlar. Eləməmişəm. Zəhləm getdiyi deyil də mən niyə zəhləm getdi?
Çünki bir insanlar zəhləm getdikdə. Prosto yəni çox da belə səmimi deyiləm. Tutaq ki, eyni ortamdayamsa, yəni hədər. Hamıya necə onu da elə kimi belə bir şey. Çalışıram zəhləm getdiyim insanla necə eyni ortamda. Eyni ortamda gəlməyim. Mən o Hə. cavab verəcəydim ki, gəlmərəm, nə edirəm ki? Məcburi halda O olsa da əgər ailəvi gülmərəm. məclislərdə. Mən də gülmərəm. Fikirləşim, beynimdə zəhləm gedən insan var. Qız qürcalasan, zəhləsi İnandırıcı getməsin və gəlmir. kinli olmamağı Hə, yəni yoxdur. halal. Bunu alıb istəyirəm. İnsan. Çox təxirsiz sualda amma neysə deyəcəm məcburiyyət qarşısında. Kimisə çayına tüpürmüsünüz? Oha. Bunu eləməmişik. Eləməmişik. Nə eləyən var? Əsla. Çox maraqlıdır. Təəssüf ki, var elə insanlar. Şey eləmişəm. Məsələn, çay obşi belə ortam qonaqlıq olur. Hamı deyir ki, isti çay gəlsin falan. Çayın barmağımı salıb istiliyi yoxlamışam amma. Ha, yox, o Ha, onu mən də eləmişəm bu arada. eləməmişəm. Onu eləmişəm amma bunu eləməmişəm. Zaten üstünə baxanda istəyir. Yox, bəzi durumlarda məcbur olursan. Səncə adam belə şeyə salırlar, həyəcana salırlar. Çox ipsi olmaz. Məsələn, qonaq gəlir də. Riyana mənim kimi. Belə qonaq işte. Məsələn, sənkin yoxlaya bilər. Aynen, onun da əsası gəlmək sonra. Çox üzüldüm. Bütün kartlar açdı nəsə. Yox, eləməmişəm sənə. Sənə eləməmişəm. Başqa sevə məni asla. Sənə. Arkadaşlara Asla, asla. Kimsə travmasını danışaraq gülümsəmisiniz? eləyim. Eləməmişəm. Mən eləmişəm. Yəni çox dəxilsizdir. Olub eləmişəm. Yəni şey kimisindən də, yəni bu nə travmadır da, yəni sən travmalar görməmisən kimisindən bir şey. Amma Ola bilər. gülümsən belə bir şey olub yəni. Amma əsla alaycı baxış yox da. Sadəcə belə travmasını küçümsəmişəm deyək. Məndə bilinçli şəkildə olmayıb, sadəcə məndə bir era var idi ki, çox ciddi ortamlarda gülməyi tuturdu. Uşaq danışır, düzdür. Gülmürəm çox da, prosta gülümsünürəm. Bu da olmamalı idi. Amma belə bir şey oldu. Məcbur özümü sıxa-sıxa Hə, görmüşəm tamam, ki, gülməyim. Avtobusda yıxılmısınız? Dəfələr. Avtobusda. Mən yıxılmışam. Avtobus mənim bir travmamdır, yəni heç sevmirəm avtobusda. Eləməmişəm. Olmuyor. Yıxılmaq nə kəlmə? Mən bayıldım anladım. Mən bir insan üstünə yıxılmışdım özdə. Salonda olub, amma avtobusda əsla heç nə olmuyor. Çox vaxt maşından olduğuma görə avtobusda retki halda. Maşallah sürücülərimiz o qədər gözəl sürürlər, avtobus sürücüləri. Yəni yıxılmamaq mümkün deyil. Həqiqətən. Son də. 1-2 ili vəbşə Hə. çox pis sürürlər. Yəni, Hədsiz Aynen. dərəcəsində. bildiyiniz drift edirlər yolda. Buradan avtobus sürücülərinə deyə bilərik ki, çox xahiş edirik, çox yavaş sürün, insan daşıyırsınız. Avtoşluq Bunu eləmir. nəzərə alın və səsimizi eşidirsinizsə çox sevinərik ki, yavaş sürərsiniz, insan daşıyırsınız. Bizim də canımız candır. Nə bir zəhmət. Aha. İş görərsən başınız qarşısın deyə mahnıya qulaq asıb, mahnını ifa edib işinizi unutmusunuz. Ödəmişəm. Fikirləşim. Nəftəsən unutmamışam. Olmuyor. İşi unutmamışam, amma yəni mahnı qulaq asmışam da, yəni oxumuşam yəni. Mən də Hə, Görə doğru. mən də oxumuşam. mahnını Hə. oxumuşam, amma Amma şeyi şey- unutmamışam. Eləməmişəm. Sayılır İş da, işdir. yəni eləmişəm. Vacibdir. Nə olur olsun iş işdir. Unutmamışam, işi də görmüşəm, amma paralelində yəni hər ikisini eləmişəm. Eyni anda ikisini də eləmişəm mən. Hə, ay sağ Yəni ol. unutmaq İkisini də olmuyor. eləmişəm eyni anda. Bəzən mahnını qoymaq belə yadımdan çıxıb, amma Amma işimə işi davam yox. eləmişəm. Hə, o da olur. Bir də ayılmışam ki, mən necəm Məndə də olur bu arada. musiqi Sən nəsə qoymamışam. fikirləşirəm ki, mahnı qoyum, tapılan iş yerində mahnı qoyum. Bir də baxıram ki, işə başlamışam, iş bitir, amma sən mahnı qoymamısan elə. Aha. Getməyəcəm deyib, amma hamıdan tez hazırlaşıb getmişəm. Eləmişəm. Bu olub bu arada. Eləmişəm. Eləməmişəm. Sırf prinsipə görə getmiş. Trip atıb getməmək. Eləməmişəm. Həmən hazırlaşdım. Oğlaq bölücüyəm, tərsəm. Dedimsə getmirəm. Buradan da vurğulayırıq bürüzlərimizi.
Şirniyyat bişirəcəm deyib bütün mətbəxi bir-birinə qatmışam. Oy da o həmişə olur da. Tək şirniyyat da olur. Eləməmişəm. Ümid olanlar biraz dağınıq çalışırlar. Amma bəzi oğlanlar, hətta bəzi xanımların daha səliqəli olur. Həm əksəriyyət biraz dağınıq olur. Sonra düzdür təmizləmişəm amma yemək bişirmə prosesi Və ortalıq dəhşət olur. fəlakətə. Bu sual mənə aiddir Rəna. Aha. Diyetaydım deyib hər şey yemişəm. Diyetədən deyib hər şeyi yemişəm. Şey hal-hazırda mən. Diyetədayım. Mən yemişəm, mən yemişəm. Mən yeməyi sevirəm. Yemək ən vacib şeydir bu həyatda. Mənim ən sevdiyim nöqtə yeməkdir. Bir buğa bürcü olaraq. Mən ikisinin buğadı var. Aynen. Yeməyi, bişirməyi də, yeməyi də xoşlayırlar. Çox sevirəm. Yeməklə eşq yaşayırlar, nədir ki bişirməyi. Mənim Özümdən ən deyirəm. həssas nöqtəm yeməkdir. Eləmişəm, eləməmişəm oyunumuz bitdi. İndi isə o mu bu mu suallarımız var. Kiminlə duet oxumaq istərdiniz? Məşhurların adlarını çəkəcəm. Siz isə bəyəndiyiniz müğənnilərin adlarını seçəcəksiniz. Tamam. Başlayaq. İlk öncə Hiss yoxsa Maral Tahir qızı? His. Aha. Heç bəs. Hiss yoxsa Nəfəs? His. Hiss yoxsa Aşiq Zülfiyə? His. Hiss yoxsa Röya Ayxan? Röya Ayxan. Röya Ayxan yoxsa Murad Arif? Röya Ayxan. Röya Ayxan yoxsa Kəmalə Günəşli? Röya Ayxan. Röya Ayxan yoxsa Zülfiyə Xamabayeva? Zülfiyə Xamabayeva. Zülfiyə Xamabayeva yoxsa İradə İbrahimova? İradə İbrahimova. İradə İbrahimova yoxsa Aygün Kazımova? Aygün Kazımova. Aygün Kazımova yoxsa Damla? Aygün Kazımova. Aygün Kazımova yoxsa Nasbəri Dəstəliyeva? Nasbəri xanımı çox sevirəm. Uşaqlıqda mənə çox dəstək olub. Amma Aygün Kazımova. Aygün Kazımova yoxsa Telli Borçalı? Aygün Kazımova. Aygün Kazımova yoxsa Ülviyə Namazova? Aygün Kazımova. Aygün Kazımova yoxsa Tacir Şaxmalıoğlu? Qonşumdur, amma Aygün Kazımova. Aygün Kazımova yoxsa Faiq Ağayev? Çətin sualdır həqiqətən də. Çətin sualdır. Faiq Ağayevin həm musiqisini, həm sənətini, həm şəxsiyyətini çox sevirəm. Faiq Ağayev. Davam edə Faiq Ağayevlə. Faiq Ağayev yoxsa Mənzurə Musayeva? Faiq Ağayev. Faiq Ağayev yoxsa Rəqsanə İsmailova? Faiq Ağayev. Faiq Ağayev yoxsa Xumar Qədimova? Faiq Ağayev. Faiq Ağayev yoxsa Elza Seycan? Faiq Ağayev. Faiq Ağayev yoxsa Vəfa Şərifova? Faiq Ağayev. Faiq Ağayev yoxsa Şəbnəm Tovuzlu? Faiq Ağayev. Faiq Ağayev yoxsa Günay İbrahimli? Faiq Ağayev. Faiq Ağayev yoxsa Nəzrin? Faiq Ağayev. Aha. Faiq Ağayev yoxsa Mir Yusif? Bu çətin sualdır. Yəni çətindir ikisinin arasında qalmaq. İfaçıdır. Mir Yusif deyək. Mir Yusif yoxsa Elit Star Cəmilə? Mir Yusif təbii ki. Mir Yusif yoxsa Səidə Sultan? Mir Yusif. Mir Yusif yoxsa Sevda Yaxyayeva? Mir Yusif. Mir Yusif yoxsa İrəm Derici? Mir Yusif. Mir Yusif yoxsa Yıldız Tilbe? Yıldız Tilbe ilə oxuma şərəfi mənə qismət olsa təbii ki, Yıldız Tilbe. Yıldız Tilbeyə davam edirik. Yıldız Tilbe yoxsa Bülent Ərsoy? Yıldız Tilbe. Yıldız Tilbe yoxsa Demet Akalın? Yıldız Tilbe. Yıldız Tilbe yoxsa Simge Sağın? Yıldız Tilbe. Yıldız Tilbe yoxsa Kerimcan Durmaz? Yıldız Tilbe. Yıldız Tilbe yoxsa Alizadə? Yıldız Tilbe. Yıldız Tilbe yoxsa Gülbən Ərgən? Yıldız Tilbe. Yıldız Tilbe yoxsa Sefo? Yıldız Tilbe. Yıldız Tilbe yoxsa Manifest qrupu? Yıldız Tilbe. Yıldız Tilbe yoxsa Afeliya Şabanova? Yıldız Tilbe. Yıldız Tilbe yoxsa Tarkan? Tarkan. Tarkan yoxsa Murad Boz? Final. Tarkan. Tarkanla bitiririk oyunumuzu. Megastar. Sizə və əlavə sualım olacaq.
Hal-hazırda dediyim müğənnilərdən hansılarla ya da hansı bir nəfərlə duet oxumaq istərdiniz? Bir nəfəri seçsək, megastar olaraq Tarkanla təbii ki. Çox gözəl. Eynən. İlk 3 olsa, məsələn, birinci Tarkanla istəyirəm, ikinci Yıldız Tilbe, Aha, üçüncü isə Aygün Kazımova. çox gözəl seçimlərdir. Bəli. Bu arada bizim 20.00'da YouTube kanalımızda, 21.00'da isə Spotify'da izləyə bilərsiniz. Bu bölümün açıqlama hissəsindəki linkdən daxil olaraq Spotify'da bizi canlı şəkildə izləyə bilirsiniz. İndi isə bizim yeni bir oyunumuz var. Oyunun adı bu aralar hər yeri Viral olan. kasıb kavuran, viral olan Okumun oyunudur. Məncə hamının qarşısına çıxıb suallarımızı deyəcəm sizə və istərdim ki, izləyicilərimiz də bu sualların cavabını açıqlama qismində yazsınlar. Onlar üçün oktu, yoxsa noktu. Biz də bilək. Bu arada sualları mən səsləndirəcəm. Tamam. Siz cavablayacaqsınız, sualları bildirə bilərsiniz. Maraqlıdır. Deməli, birinci sualımız. Başlayaq oyunumuza. Sevgilimin yaxın oğlan dostu ola bilər. Dostudursa oxuyan. Ümumiyyətlə, desən, oğlan qız dostluğuna necə baxırsınız? Oğlan qız dostluğuna əgər hər biri öz sərhədlərini bilirsə, bu dostluqda heç bir problem yoxdur. Və təbii ki, qarşı tərəf də əgər öz sərhədini bilirsə, yəni onun dostlarının olması normaldır. Sevgilim desə ki, qız dostlarımla görüşmərəm. Oxu. Necə mən görüşməyim qız dostlarımla? Görüşmərəm. Məncə belə bir şey deməz, çünki mənim dostlarımla onu da tanış eləyirəm. Məncə Hadi hamımız dedi. dost olarıq. Dedi. Varsa ya dedi. Deməz məncə. Elə bir insan seçmərəm. Deməzsiniz. Yox, elə bir insan seçmərəm həyatıma. Bəli, elə bir seçmərəm, amma təbii sevdiyim biridirsə qərarına hörmətlə yanaşaram, səbəbini soruşaram. Əgər tutarlı səbəbi varsa, əlbəttə ki. Ortaq məxrəcə gələrəm. Eynən ortaq. Yedi mənim istədiyim olaraq. Sevgilinin eksi ilə dost olmaq. Kim? Mən dost Aa. olam. Çox geniş oldu. Təbii ki, no. Qaleriyasında eksin şəkillərini saxlaması. No. Sevgilinin təbii. Məncə hamı çıxmaqdır. Bu fərq eləməz. Ən yaxın dostunuzun sevgilisi xəyanət edir və siz bunu təsadüfən öyrənirsiniz. Gedib dostunuza bunu deyərsiniz, yoxsa gizli saxlayarsınız? Deyərəm təbii ki də eləmişəm hətta. Doğru. Məncə də yox. Çünki niyə yalan danışmalıyam axı? Həm də yaxın bir Yəni yaxın birimsə və ya dostumdursa. Burada biraz fəlsəfəlidir. Necə məsələn, əgər bilirəmsə ki, siz oğlanlar fərqli olur, oğlanla zaten direkt ayrılır. Qıza gelib desən ki, bu belə bir şeydir, bağışlayarım. Bildim, onlar barışacaqlar. Barışacaqlar Və sən arada qalacaqsan. Əgər elə bir dostum olsa, bilsəm ki, məsələn, o elə bir şey eləyəcək, onu demərəm. Amma bilsəm ki, konkret dəyəni bitirəcək, onu deyərəm. Bitirdi, bitirmədi deyərəm şəxsən. Mən insanına görə seçərəm bunu. Deməsəm də elə eləyərəm ki, fərqinə varsın. Eynən, necəsə bir şəkildə qarşısına çıxartmağa çalışarım. Deməli, sevgilin qızlı, oğlanlı tətilə gedir. Çox maraqlıdır. Yüzündən bilirik ki, nok. Nok. Amma baxır da kimlə gedir. Qızlı gedə bilər, oğlan yox. Yəni mən də aparsın, məsələn. Bir yerdə gedirsə gedirəm, kaynaşalım. Məncə vəbşə tətilə getməsinlər, hara yedirməklə getsin. Ən gözəli. Deməli, bu oyunumuz da bitdi. Bir bölümün daha sonuna gəldik. Qonağımız olduğunuz üçün İsmail bəy, sizə təşəkkür edirik. Çox xoş oldu, Mən sizə əyləncəli oldu. təşəkkür edirəm ki, dəvət elədiniz. Həqiqətən mənim üçün də çox maraqlı, səmimi bir çəkiliş oldu. Bizə də xoş oldu. Bizə də xoş oldu. Təşəkkürlər. İlk qonağımız olduğunuz üçün də ayrıca şanslıyıq. Əyləncə dolu gün Həm keçirdik. əyləndik, həm də Mən də söhbət, maraqlı söhbətlər olmuş oldu. Eynən. Bir daha təşəkkür edirəm. Siz sağ olun. Sağ olun. Sizlər də bizi izlədiyiniz üçün təşəkkür edirik hər birinizə. Əgər videomuzu bəyəndinizsə, bizi davamlı şəkildə görmək istəyirsinizsə, videonu bəyənməyi, kanala abunə olmağı və dostlarınızla paylaşmağı unutmayın. Və yeni bölümlərimizdən xəbərdar olmaq istəyirsinizsə, bildirimləri açmağı unutmayın.
şərhlərdə fikirlərinizi bizimlə bölüşməyi də unutmasanız sevinərik. Son olaraq layihə rəhbərimiz və prodüserimiz Fəqan Dadaşova öz təşəkkürümüzü bildirmək istəyirik. Önümüzdəki həftənin cümə günü 20:00-da yeni bölümümüzlə qarşınızda olacağıq. Sağ olun. Sağ olun.